dövlətdən yarayanlar, onun pulu ilə mal-mülk sahibi olanlar, bugün də milyonların üzərində oturanlar və neftin üzərində oturanlar, neftdən pul qazananlar, istər xarici şirkət olsun, istər daxili şirkətlər olsun. Məsələn, deyək, Balaxanı Oil, Binəqədi Oil, nə bilim, müxtəlif cürbəcür bu neft şirkətləri yaradılıb, yarı dövlət, yarı özəl sərmayə adı altında və onlar oturublar orada milyonlar qazanırlar və min oyundan çıxaraq dövlətə zərbə vururlar, hər vergidən də yayınırlar, uğurluq işlərlə məşğuldular, müxtəlif maxinasiyalar edirlər və heç dövləti də saya salmırlar. Biz bunun şahidi olduq, oluruq da. Bunlar başa düşmürəm, bunlara bu imtiyazları kim verib ki, dövlətin orqanlarını da saya salmırlar. Qanunsuzluqlarla da məşğuldular. Balaxanı Oil, sədri Rövşən Rızayevdir. Bəli. Ben onların səhifəsinə girdim, orada Əli müəllim var, bir familiyasını unuttum. Ona mən bir təhər mobil telefonunu tapdım dostlardan 3 gün ərzində. Zəng elədim, sağ olsun, WhatsApp'dan yazdım, götürdü telefonu, danışdıq. Sonra Rövşən Rızayevin nömrəsini də verdi. Köməkçisinə zəng elədim, danışdım, özü də demişdi. Demişdi, mən görüşmək istəyirəm, danışmaq istəyirəm. Niyə gizlənirsən? Niyə? Məsələn, heç o səhifədə də Balaxanı Oil'ə girin, adı yoxdur, rəhbər yoxdur, kimdir? Bazen bizi qınıyırlar ki... Mən onların telefonlar, orada yazılan telefonlarına zəng elədim, veriblər ki telefonu. Evet. Telefonu götürmürlər. O telefonu götürməyəcəksən, niyə ora qoyub? Yəni bu Azərbaycan xalqına məxsusdur neft. Sən Azərbaycan xalqının neftindən varlanırsan, onu yeyirsən, ondan maaş alırsan, ondan uğurluyursan, bilmirəm nə edirsən, niyə telefonu götürmürsən, niyə cavab vermirsən və sənə mən zəng eləyirəm, niyə telefonu qaldırmırsan, mobil nömrəni tapıram, zəng eləyirəm, niyə götürmürsən, WhatsApp'dan yazıram, görürsən, niyə götürmürsən, sənin nə uğurluq işin var, demək ki, bunlar uğurluqla məşğuldular, bunlar zülmlə məşğuldular, bunlar ən böyük haqsızlıqla məşğuldular. Və bu faktlar da var və mən düşünürəm ki, dövlət, hüquq mühafizə orqanları bu haqda düşünməlidirlər. Biz bir çox məsələlərə şahid oluruq. Nəyə görə dövlətimiz inkişaf eləmir? Uğurluqları çoxdur. O cür insanlar uğurluqla məşğuldular və bütün bu maxinasiya mənbələrinin hamısı açılmalıdır və onun izinə də düşmüşük, açılmalıdır, deyilməlidir ki, onlar cəzalarını alsınlar. Bu xalqın sərvəti heç kimin cibi üçün deyil.